66 nömrəli həmişə çaşdırılan suallardan biridir. Mütləq şərti diqqətlə oxuyuruq. Şərtdə deyir ki, mənfi nöqtəvi Q yükünün yaratdığı elektrik sahəsinə müsbət yük gətirilib. Biz o müsbət yükü gətiririk, buradakı mənfiyə vururuq. Buradakı yekun yük olur yenə mənfi. Çünki müsbət mənfiyə vuranda mənfi edir. Mənfi yükün intensivli vektorları özünə daxil olur. Hər iki tərəfdən çəkirik intensivli vektorların özünə daxil olan. Bizdən gördüyü iş mənfi olsun deyə soruşur. Birincisi bunu x deyirik, çünki bu hissələrdə AB və CD hissələri çevrənin bir hissəsi olduğuna görə orada iş yoxdur. Ancaq iş var BC-də, bir də DA-da. BC və DA-da sürətin istiqamətlərinə baxsam, burada sürətin istiqaməti bu tərəfə, burada isə sürətin istiqaməti intensivli vektoru ilə eyni istiqamətdədir. Demək, biz bilirik ki, intensivli vektoru qüvvə vektorudur. Qüvvə ilə sürət eyni istiqamətdə yönəlində yeyinləşən, əks istiqamətdə yönəlində yavaşlayan hərəkətdir. Məsələn, yuxarıda əks istiqamətdə yönəlir yavaşlayan hərəkətdir deyə görülən iş mənfidir. Aşağıda isə eyni istiqamətdə yönəlib deyə görülən iş müsbətdir. Bizdən iş mənfidir, mənfi olan hissəni soruşurdu. Cavab BC olacaq. BC olacaq. Demək, başqa misalda izah eləyəcəm yenə.